Düşün, inkişaf et, sual ver, cavab al. Radio Marneoli efirində maarifçilik verilişi. Sizi salamlayarıq. Efirdə maarifçilik verilişidir. Bugünkü verilişin aparıcısı mən Amil Məmmədov olacağam. Bu həftəki verilişin mövzusu təbiət resurslarının qorunması və meşə siyasəti, vaçerlər, meşələrin hüquqi şəkildə qırılması və qışıq mövsümünə hazırlıqdır. Növbəti 15 dəqiqə ərzində çalışacağıq ki, bu mövzu haqqında sizə məlumat verək. Bugünkü verilişin qonağı Marneoli Bələdiyyəsinin sədri Nəbbi Abdullayev olacaq və o bizə Marneolidə əhali qışa necə hazırlanır, vaçerlər kimlərə verilir, bu mövzu haqqında danışacaq. Əvvəlcə biz Marneoli əhalisi arasında sorğu apardıq ki, onlar qış mövsümü üçün hansı hazırlıqlar görür? Əhalimizlə olan sorğumuzu dinləyək. Yanacaq kimi evi isitmək üçün mavi yanacaqdan, yəni qazdan istifadə edirik. Əlbəttə ki, təəssüflər olsun, biraz onların qalxmağı səbəbilə biraz maaşlar aşağı olduğundan hər insanlar bunu ödəyə bilmir. Ondan bəzi ailələr məcbur olur ki, evi isitmək üçün odundan istifadə eləsinlər. Maaşlara baxmağa nisbətən həm bunun da qiyməti heç də qazdan ucuz deyildir. Qışda evi qızdırmaq üçün qazdan istifadə edirik, qaz sobasından istifadə edirik. Qaz oduna nisbətən daha rahatdır. Həm də ki, odun yanacağından istifadə edəndə, odun sobasından istifadə edəndə onun külü təmizləmək, nə bilim, odunu yarmaq, doğramaq, daşımaq, hamısı biraz ağır zəhmət tələb edən işdir. Qaz asandır. Bir düymədir, basırsan, yanır. Həm də ki, qiymətlər də ki, demək olar ki, eyni qiymətə başa gəlir. Odundan istifadə edəndə odunun pulunu bir dəfəyə vermək lazım gəlir. Amma qaz pulunu aydan aya veririk, rahat olur. Büdcəyə də yük düşmür. Görə imkan olsun ki, eləyəsən, bir təhər başımıza ərliyirik də. Nə beləsin? Qaz, xeyr. Odun bahadır da bilmirsən, bunu al ginən, doğratdır ginən, 3-cü mərtəbəyə qaldır ginən, sabahlar prezident gəlir, üstü eləmək olmaz, yandırmaq olmaz, nə bilim, balkon küçəyə çıxartmaq olmaz, belə variantlar. Qazı da indi yandırırıq, ya o yandırmağı da axşama kimi burada, axşam da yenə bir yarım saat yandırırsan ki, buzlamayasan. Belə. Odun, qazımız yox, sərf eləmir. Ona görə ki, mən xəstəyəm, özüm də pensiyi də iynə dərmana verdim, çətin vəziyyətdə yaşayırıq. Yoldaşım da xəstədir, özüm də. Olsa pis olmaz. Yox, mən xəstədim, onlardan deyir. Yanacağım pensiya, tamam, nə yanacağım var, adlara hesabında yox. Bəli, odun yandırır. Gətirəcək, sana qurban olub. Ərmi gözlər. Dedim ki, bana odu var, hadaları var, dövləti var, odunu verdi, kasım da belli qırdılar. Xatırladaq ki, siz Radio Marneolidə maarifçilik verilişini dinləyirsiniz. Verilişdə sizin üçün mən Amil Məmmədov çalışıram. Sorğuda öyrəndik ki, əhali yanacaqdan, odun və mavi yanacaqdan istifadə edirlər. İndi isə sizlərə Marneolidə əhali odun vaçerindən istifadə edirlərmi, necə əldə edirlər və ekspertlərimiz bununla bağlı məlumat verdilər. Keçid alaq süjetimizə. Qış fəsli gəldiyində əhali evlərin isidilməsi üçün bir çox vasitələrdən istifadə edir. Bunlar əsasən mavi yanacaq növləri və meşə ağaclarıdır. Regionumuz aqrar region olduğu üçün əsasən də qış fəslində kənd təsərrüfatında istifadə olunur. Mavi yanacaq olmayan bölgələrdə əsasən evlərin isidilməsində odundan istifadə edilir. Meşələrin hüquqi şəkildə qırılması dövlət tərəfindən qorunur. İldə hər regiona müəyyən qədər meşələrdən yanacaq üçün odun verilir. Verilən yanacaqlar əsasən yardıma ehtiyacı olanlar üçün nəzərdə tutulur. Biz Marneoli sakinləri arasında sorğu apardıq ki, onlar odun vauçeri alırmı? Şöyle görməmiş o qədər canım, nə odunlu, nə özünü. Belediye heç bir köbəli yerlə verir, odun yuxarı heç bir şey. Onu verir, alıyorsan. İşliyimizə görə belediye yardım eləməlidir, nəsədir. Amma o da dedilər ki, fondda pul yoxdur. Buna belediyedir, fonda pul yoxdur. Elə olur, bir il olur, odunumuz getmirik. Olmayanda evdən gedir, atam gətirir.
Alıram, əlbəttə alıram, amma hayf verən yoxdur. Əvvəllər alırdım. Özə Mikhail Saakashvili prezident olarkən o voucherlər paylanırdı, verilirdi yerli nümayəndə icra başçısının nümayəndəsinə və o da kəndlərə, lazımi kəndlərə, hansı ki təyin olmuş, adresi təyin olmuş kəndlərə bütün insanlara, əhaliyə paylayırdı. Amma təəssüflər olsun, bu saat odun voucheri vermək yox, əksinə odunun qiyməti Allahın yanına çıxıb. Yəni voucher deyilən şey yoxdur. Bu dəqiqə yoxdur, vermirlər. Bəlkə var, vermirlər bizə. Ola bilər ki, onu bizim adımızdan istifadə edib başqa meşə qranlara, meşə təsərrüfatı işçilərinə versinlər. Yoxdur, heç deməmişsiniz, odun görməmiş qarına kəndə odun gətirmirlər. Odunu da 800 milyona 800 manat alır. Yekə maşınları. Kim şortluydu, kim pensiyalıdır, Sobesdən kimə ki köməkdarlıq verirlər, o adamlara odun verdilər. 3 kubalı. Həmin burada bilmirəm, polis öyle verir. Yəni şəhərdə elə şey yoxdur. Voucherlərin verilməməsi əhali arasında narazılıq və problemlər yaradır. Bunun başlıca səbəbi meşə sahələrinin qorunmasıdır. Bununla bağlı ictimai ekspert Hüseyn Yusubov məlumat verdi. Əlbəttə ki, meşə çox böyükdür. Meşədə hər ağacı qırmaq olmaz. Meşənin tutaq ki, ətraflarındakı qırılası ağaçlar artıq qırılıbdır. O nişanlanmış ağaçlar da meşənin dərinliklərindədir. Hansılar ki, bu aran tərəfinin insanları bilmir. Səhv ağaçda, yəni sağlam ağacda keçəndə artıq ona cərmələr gəlir. Ona görə də onlar o voucherləri kimlərəsə artıq orada vasitəçi qüvvələr yaranır istər-istəməz. Voucherləri verirlər meşə bəylərinə, 3 voucherə, 2 voucherə, 1 voucherin norması və ilaxır beləsi başqadır. Alternativ bazarlar yaranır, qeyri-qanuni bazarlar. Əsasən voucherlər yardıma ehtiyacı olan vətəndaşlara verilir. Bunu Marneoli Bələdiyyəsinin Sosial Yardım Mərkəzinin nümayəndəsi Omar İrişov danışdı. Voucher verilir kasıb yaşayan insanlara, ailələrə, çox uşaqlı ailələrə. Deyirlər, yəni yerli hakimiyyətin özü birbaşa kəstirir, doğradır, maşınla da çatdırır öz qapısına. Yəni deyim də sən 2 kub, 3 kub, 4 kub, bax belə. Belə maşını 2 yerə bölünür, 2 ailəyə. Payız aylarında məsəl üçün ərzələr başlanılır yazmağa, sentyabrın sonra da belə deyil, oktyabr, noyabr, dekabr ayında, hətta yanvar ayında yazanlar var. Xatırladaq ki, oktyabr və noyabr aylarında yanacaq üçün odun ehtiyacı olanlar Marneoli İcra Hakimiyyətinə müraciət edə bilərlər. Bugünkü qonağımız Marneoli Bələdiyyəsinin sədri Nəbi Abdullayev təbiət resurslarının qorunması və meşə siyasəti, voucherlər, meşələrin hüquqi şəkildə qırılması və qış mövsümünə hazırlıqla bağlı söhbət açdı. Eləcə də konkret odun voucherlərin kimlərə verilməsi haqqında danışdı. Xatırladaq ki, təbiət resurslarının qorunması və meşə siyasəti, voucherlər, meşələrin hüquqi şəkildə qırılması və qış mövsümünə hazırlıq mövzusu ilə maarifçilik verilişini dinləyirsiniz. İndi isə qonağımız Marneoli Bələdiyyəsinin sədri Nəbi Abdullayev ilə olan söhbətimizi sizlərə təqdim etmək istəyirəm. Buyurun, dinləyin. Marneoli munisipaliteti qışa necə hazırlanır? Ümumiyyətlə Kırmızı bölgəsinə Təbii Sərvətlər Nazirliyindən 6400 kubmetr odun, yəni lisenziyası verilmişdir. Marneoli rayonunda ancaq tək Marneoli rayonu 6800 kub odun Marneoli rayonu üçün əldə olunmuşdur. Bu ilin başında Kırmızı bölgəsi üzrə 6400 metr idi. Ancaq sonradan o dəyişiklik ehtiyacı nəzərə alınaraq elə təkcə Marneoli üzrə 6800 kubmetrə odun satılır. Onun 3400 kub, yəni yarısı bizim Sakırıbolunun nəzarəti altında olubdur. Nətər biz onlara siyahılar vermişik. O siyahılar üzrə Liberty Bankın maşınları ki var, Liberty Bankda özünüz bildiyiniz kimi onun çeki Liberty Bankda satılır. Onların səyyar maşınları ayrı şəhərlərə gedib. Orada həm deputatın, həm də Qanqabellin yerli nümayəndəsinin nəzarəti altında siyah şəklində adamlar arasında bölünür. Sosial müdafiədən kənar adamlar var. Birinci növbədə o adamların siyasi tutulur. Əsas ki, onlar sosial yardıma ehtiyacı olan insanlardır, ailələrdir. Bölgü də bu cür aparılır. Birinci növbədə bu verilir, bu odun dağ zonasında adamlara. Çünki orada o kəndlərə, ona görə ki, o kəndlərin heç birində bugünkü gün hələ qaz işləri aparılmır. Yəni onlar təbii qaz olmadığına görə birinci növbədə həmən kəndlərdən başlanır. Odunun bölünməyi. Belə bir işdə həyata keçirilir. Bizim rayonda bugünkü günü Sakırıbolunun sədrinin müavini Valeri Metrevli tərəfindən aparılır. Sədr odur.
bu ağacların budanmasını deyilir. Yaşlı ağaclar var çox, hansı ki çürümək üzrədir. Yadır ki, onu zamanlaşdırmaqdan ötürü yerdən bir hardasa təqribən 4 metr hündürlüyündə ağaclar kəsilir onun budaqları ki, gələcəyə təzə böhrə versin. Marnol Tamaris yolunda 180 ağac kəsmişik. Marnolda bu işi başlamışıq. Meşə Təsərrüfatı İdarəsində bizim razılaşmamız var ki, onlar hansı günü elan edirlər ki, bu günləri çeklər olacaq. Onda onlar qabaqcadan bizə bildirir. Biz də onlarla əməkdaşlıq edirik yaxından. Həmin maşınları, Liberty maşınları da Qodaçılanda iş vardı. Onda o Liberty Bankın hamısında olur. Onda hamı gedib ala bilər. 6 larında 1 kubmetr. Biletləri alırlar və gedib özləri gətirirlər. Bəli, bileti alırlar, o gedirlər o meşəyə, orada has ağaçlar, möhürlənmiş ağaçlar. Orada ağaçların hamısı cavan ağaçlar, yəqin ki, bilirsiniz ki, möhürlənirlər. Təbiəti Mühafizə Nazirliyi, onun əməkdaşlarından bana var, onlar iştirak edirlər, onu möhürlürlər, ağac kəsilməyə yararlanır. Voucher alan şəxslər ki, onlar əlildir, yaşlıdır, pensionerdir, onlar ağacı özləri mi kəsib gətirir, yoxsa buna münsifatiyə köməklik edir? Bizim özümüzün kommunalında, subda Marnolda, təmiz Marnolda bizdə şPS'si var. Onların özlərinin maşınları var, onların özü ağac kəsənləri var, fəhlələr var. Biz elə adamlar səhinlə öz maşınımızla, öz fəhlələrimizi yükləyir, öz maşınımızla aparırıq həmən adama, siz dediyiniz vəziyyətdə olan adamlara biz özümüz çatdırırıq, orada da boşaltdırıq. Bütün hansı kəndlərdə, hansı ki, məncə də deyirəm, hansı sosial yardıma ehtiyacı olan adamların təhənə yaşayan qadınlar var, fərqli, pensiyinə yaşayan adamdır. Onların nasıl maşına bir belə pul, elə bileti aldı, getdi, qalan xərc, bunun maşın pulu var, onun fəhləsi var, onun var, bu var da belə. Ancaq elə çox ailələrə biz elə göndərmişik. Marnolda elə insanlar varmı ki, voucherdən xəbərləri olmasın və onlar necə məlumatı əldə edirlər? Kimə lazım olan hamısı müraciət edir. Hamı da bilir ki, ya şəhərin, Qamqabelinin şəhər nümayəndə, bir şey olanda oraya gəlməlidir, orada da olmayanda buraya gəlməlidir. Burada gələndə onun biz sənədlərini alırıq, pasportudur, ayrı sosial yardım almıyor. Elə adamlar da həqiqətən kömək edir. İndi mən demirəm ki, məsələn, mən göndərmişik kəndlərə, belə olur, bir maşını yükləmişik, bir maşını 2 yerə bölmüşük, yarısını bir adama vermişik, yarısını da bir adama vermişik. Onun üçün çox çətindir. Elə adamlara biz özümüz göndəririk. Yəni kömək ancaq və ancaq Qamqoban tərkibində olan subtomarnolu şPS'sinin belə deyim, əməkdaşları olur. Yəni o da bizim işçilərdir də. Çünki aylığı da bizdən alırlar. Yəni bizim öz texnikamızdır. Maşın nəqliyyatı bizimdir. Fəhlələr bizimdir, işçilər də. Maşını yükləməkdir, ona aparıb boşaltmaqdır. Bunun yanacağı bizimdir. Yəni dün onların hamısı da xərcini biz çəkirik. Ancaq meşədən olanlara onu gətirirlər. Ancaq hansı ki, sizlərin kimi elə adamlar varsa, onlar baş üstü gəlsinlər, sizə də müraciət edirlər, gəlsinlər buraya. Biz onların həqiqətən sənədlərini yoxlayaq. Görək ki, həqiqətən bu adam tək yalnız mı yaşayır, buna kömək edən heç bir adam yoxdursa, yəni belədirsə, onda biz özümüz göndərik. Mən yenə deyirəm, 400, indi 300 ağacın da olacaq, hardasa 500-600 kub. O 500-600 kubun 1 metrəsini heç kim gəlib aparmır. Yəni özünün çəkdiyi xərcini gəlib aparmır. Hamısını, bu 500 kub onu kəsəcək. Bunun hamısını belə deyim də çatdırması da bizim. Özünüz bilirsiniz ki, Marnol rayonunda, Klimonkartında da o meşə çox az qalıb. Çox az qalıb. İndi bu Hopresat tərəfdə də ildə qırılır. Bu meşə, indi belə danışaq, elə deyir ki, bir ağac bir aya yekələnə diametri 60 sant olur. Bir ağacın yekib ağac almağına bir 20 il vaxt lazım. Neçə ildə qırılır. Neçə ildir bu meşə kəsilir. Düzdürmü? Gərək təzəsini kəsən. Bir ağacı da gənə deyirəm, hətta buluğa çatmağa bir 20 il vaxt lazım. Efirə qayıtdı. Bizlər qonağımız Marnol Bələdiyyəsinin sədri Nəbi Abdullayevlə olan söhbətimizi dinlədik. O Marnol Bələdiyyəsində odun, voucherlərin hansı formada əldə etmə işləri haqqında danışdı. Efirdə təbiət resurslarının qorunması və meşə siyasəti, voucherlər meşələrin hüquqi şəkildə qırılması və qış mövsümünə hazırlıq mövzusu ilə maarifçilik verilişi idi. Sizin üçün studiyada mən Amil Məmmədov çalışdım. Radio Marnol dinləyin və məlumatlı olun. Sağlıqla qalın. Veriliş Gürcüstanda həyata keçirilən islahatların gündəlik məsələlərinin işıqlandırılmasında Gürcüstan mətbuatına dəstək MGRA layihəsi çərçivəsində hazırlanıb. Ayrex-in həyata keçirdiyi MGRA layihəsi Yaxşı Hakimiyyət Fondu tərəfindən Britaniyanın Tbilisidəki səfirliyi vasitəsilə maliyyələşdirilib.
Verilişin məzmununa görə tamamilə onun müəllifləri məsuliyyət daşıyırlar və heç bir halda Ayrexə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı səfirliyinin mövqeyini əks etdirmir. Düşün, inkişaf et, sual ver, cavab al. Radio Marneoli efirində maarifçilik verilişi.